Bəzi tələbələrimiz bizdən inciyirlər. Niyə görə? Biz normalda tələbələrə həmişə məsləhət görürük ki, 1 ay gedin. Bəzi tələbələr isə yazır ki, biz 2 həftəlik istəyirik, 2 həftəlik getmək istəyirik. Yəni bizim üçün maddi olaraq, yəni düşünə bilərsiniz ki, maddi olaraq İsmail bəy deyir ki, 1 aylıq gedin və ya uzun müddətli gedin. Yəni maddi olaraq bizim üçün fərqi yoxdur. Siz 2 həftəlik getdiniz, 1 aylıq, 2 aylıq, 3 aylıq. Heç bir fərq eləmir. Amma biz istəyirik ki, siz getmisiniz sonradan. Çünki həm tələbəsiz, həm maddiyyat xərcləyirsiniz, həm vaxtınızı sərf edirsiniz. Plus oradan nəsə əldə, yəni həkim olaraq biraz getdiyiniz zaman fərqlidir. Yəni həkimlə tələbənin orada vəziyyəti başqadır. Ona görə tələbələr minimum 1 ay getməlidir. Belə dedi, 2 həftə gedirsinizsə, zaten 6 bazar dərs olmur, qalır 10 gün. Və bizim göndərdiyimiz xəstəxanalar inanın çox böyükdür. Bir binadan ibarət xəstəxana deyil. Böyük bir xəstəxanalar, böyük korpuslar olur. Elə oranı tanımağa sizə 3 gün ən azı vaxt gedir. Qalır orada 7 gün. Yəni bu səmərəli bir praktika olmayacaq. Yəni əliboş qayıtmağınızı istəmirəm. Ona görə də minimum seçim eləyəndə 1 aylıq seçim eləyin və oradan istədiyinizi əldə edib qayıdın. Yəni bizdən inciməyə əsaslı bir səbəbiniz yoxdur. Bizdən inciməyin. Biz sizin üçün yaxşı olması üçün çalışırıq. Ümidvaram izah edə bildim. Hər kəsə uğurlar. Qəbullarımız davam edir, başvurularımız davam edir. Gecikməyin, siz də müraciət edin.